əziz gül balalar. Hər birinizə bundan belə xeyirli gün qismət olmasını arzu edirəm. Və mən də illər uzunudur ki, başına döndüyümüz şəhidlərin adıyla bağlı olan bir ictimai birliyi, şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin İnsan Resursları şöbəsinin müdürü, vətənpərvər şair, Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü Qızıl Qələm mükafatlısı Nazlı yazar olaraq hər birinizə bundan belə xeyirli günlər arzu edirəm. Və onu da qeyd etmək istəyirəm ki, bu gün əgər burada şənləniriksə, o başına döndüyüm şəhidlərimizə hər birimiz bir can borçluyum. Eşq olsun vətənin igid oğullarına, şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, müzəffər ordumuza, Ali Baş Komandamıza. Gəlin belə gün üçün o igidləri bir ürəkdən alqışlayaq. Onlar buna layiqdən layiqdirlər əzizlərim. Və mən burada bizim ictimai birliyin sədri Tahir Məmmədovun, dəyərli şəhid ailələrimizin, onların adlarından, qazilərimizin, çox saylı könüllülərimizin adından da sizlərə salam gətirmişəm. Və sizin kimi dəyərli gözəl balalar üçün bir şeir səsləndirmək istəyirəm. Vətənin tək güllərisiz, inan bir gün güləcəksiniz. Xəyallar gerçək olacaq, arzulara yetəcəksiniz. Geçən qaranlıq gecənin işıqlı bir sabahı var. Çovğunlu, qarlı, sərt qışın günəşli bir baharı var. Sizə göstərilən qayğı gətirəcək o qayğı. Gerçek olan bu qayıqda gülün siz, xoşbəxt sayın. Herkesin bir arzusu var, arzular tez qalanlar. Sizlərin xoş günlərini nazlı yazar arzular. O günləri görən anda sevincindən gözü parlar. Bal küpü şirin balalar, sizə belə bir arzum var. Hər zaman deyib güləsiz, arzulara siz yetəsiz. Gələcəyin alimləri kim bilir, bəlkə də sizsiz, bəlkə də sizdən birisiz, bəlkə də sizdən birisiz. Eşq olsun belə gözəl evlatlara, Allah sizləri qorusun. Bundan belə hər gününüzdən zövq ala biləsiniz. Bu təşkilatçılara da, bütün xanımlara da, Məsmə xanıma da, əziyyəti olan hər kişisə də, Adil müəllimə də özlərinin təşəkkürünü bildirəm. Kimin zəhməti varsa sağ olsun,